Azərbaycanın sonraki siyasi gələcəyinə təsir edən 5 böyük üsyan. Birinci üsyan, 2-ci Vaçen üsyanı. Üsyana rəhbərlik edən Alban hökmdarı 2-ci Vaçe idi. O 457-463-cü illərdə Sasanilərə qarşı çıxmış və dövlətinin müstəqilliyini bərpa etmişdi. Bunun üçün türk tayfalarla Maskutlara arxalanmışdı. Lakin üsyanı yatıran Sasanilər Vaçenin hakimiyyətini məhdudlaşdırsalar da Arşakilərin imtiyazlarını tanıyası oldular və ölkədə dini və idarə azadlığını da tanımış oldular. İkinci üsyan, Xürrəmlər Hərəkatı. Bu üsyanın Xürrəmlər Hərəkatı 8-ci əsrin ortalarında yaranmasına baxmayaraq Babəkin rəhbərliyi altında Azərbaycanda öz geniş vüsətini, geniş xarakterini tapdı. Və üsyan nəticəsində ərəblərə elə bir böyük zərbə vuruldu ki, bu Azərbaycanda yerli dövlətçiliyin bərpasına gətirib çıxartdı. Üçüncü üsyan, 1194-cü il Gəncə üsyanı. Bildiyimiz kimi həmin ildə Eldəniz şahzadəsi Əmir Əmiran Ömər Gürcülərə arxalanaraq Gəncəni tutmuşdu. Və bununla da bütün Aran və Şimali Azərbaycanın xeyli hissəsi Gürcü hakimiyyətinə verilmişdi. 1194-cü il Gəncə üsyanı nəinki Gəncənin və Şimali Azərbaycanın bütün demək olar ki, ərazisinin Gürcülərdən təmizlənməsi ilə başa çatdı. Dördüncü üsyan, 1231-ci ilin Gəncə üsyanı, Usla Bəndər üsyanı. Həmin üsyan nəticəsində Xarəzmşah Cəlaləddinə qarşı çıxan Gəncəlilər bütün Aranı Cəlaləddinin hakimiyyətindən azad etmişdilər. Və ən nəhayət 5-ci üsyan, 1920-ci ilin may ayının 26-sına 30-una qədər davam edən Gəncə üsyanı. Həmin üsyanın nəticəsində Rus qoşunlarına böyük müqavimət göstərildi və bundan başqa üsyan ölkənin başqa ərazilərinə də yayıldı. Ağdamda, Şəkidə, Qubada, Lənkəranda, ölkənin bir çox ərazilərində Sovet hakimiyyətinə qarşı üsyanlar artmış oldu. Bundan qorxan Sovet hakimiyyəti Azərbaycanın nominal müstəqilliyini də olmuş olsa saxlamağa məcbur oldu.